Salam dəyərli şərhçilər. Bu gün sizlərlə 5-ci sinif riyaziyyat dərsliyində səhifə 70-də yerləşən məsələlərə baxacağam. Bu tip videolar üçün də kanala abunə olmağı unutmayın. Başlayırıq birinci çalışmadan. Deməli, Aynur ölçüləri 0,5 metr, 0,2 metr və 0,6 metr olan kuboid formasında hədiyyə qutusu hazırladı. O bu qutunun səthinə bəzəkli kağız yapışdırdı. Eni 50 cm, uzunluğu 2 metr olan düzbucaqlı formalı bəzəkli kağız bu qutunu bəzəmək üçün çatarmı, nə qədər çatmaz və ya artıq qalar? Şərhçilər, artıq aydındır ki, biz bu kuboidin səthinin, tam səthinin sahəsini tapmalıyıq. Tam səthinin sahəsi düsturu S bərabərdir 2 vurulsun AB üstəgəl BC üstəgəl AC düsturu ilə hesablanır. A-nı yerinə gətiririk, qoyuruq 0,2. 2 vurulsun, 0,2 vurulsun, B-ni yerinə 0,5 üstəgəl, B-ni yerinə 0,5, C-ni yerinə 0,6 üstəgəl, A-nın yerinə 0,2 və C-nin yerinə də 0,6 yazırıq. Bərabərdir 2 vurulsun, 0,2-ni 0,5-ə vuranda 0,10 və yaxud da 0 da silə bilər. Amma mən 0,10 saxlayıram. Üstəgəl 0,5-i 0,6-ya vuranda 0,30 üstəgəl 0,12. O da bərabərdir. Deməli, bu hissə eləyir 0,52 2 vurulsun, 0,52 bərabərdir 1,4 metrdirsə metrin kvadratı. Deməli, bu bizim qutumuzun səthinin sahəsidir. Bir də hesablayırıq kağızın sahəsini. Eni 50 cm-dir şərhçilər. 50 cm-i biz 0,5 metr yaza bilirik, elə deyil. Çünki biri santimetrlərdir, biri metrlərdir. Vahidləri eyniləşdirməliyik. 0,50 cm mən 0,5 metr yazıram. 0,5 metr vurulsun. Yəni düşünün, bu kağızdır. Bunun eni 50, yəni 0,5 metrdir. Uzunu da 2 metrdir. Onu da eninin uzununa vurmalıyıq da. Onu da vururam 2 metrə. Bərabərdir 1 metrin kvadratı. Deməli, bizim kuboidimizin səthinin sahəsi 0,4 metrin kvadratıdır. Amma kağızın sahəsi 1 metrin kvadratıdır. Bu deməkdir ki, çatmaz. Nə qədər çatmaz deyəndə də 0,4-dən çıxırıq 1 metri. O da bərabər 0,4 metrin kvadratı. Yəni, bu qədər çatmaz. İkinci suala baxırıq. Deməli, rəngsəz hündürlüyü 2,8 metr olan kuboid formalı otağın divarlarını rəngləməlidir. Bu otağın eni 4 metr, uzunluğu isə bundan 25% çoxdur. Otağın pəncərəsinin sahəsi 2,25, qapının sahəsi 2 metr kvadrat olarsa, divarların rənglənəcək hissələrin sahəsini tapın. Əvvəla, gəlin birinci bu hissəyə baxaq. Deməli, şərhçilər, buradan biz bir şey anlamalıyıq ki, söhbət divarlardan gedirsə, döşəmə və tava hissəsi bura daxil deyil. Yəni, biz bir dəfə bu hissəni hesablayacaq, bu divardan qarşı tərəfdə də var da, yəni buranı hesablayıb 2-yə vuracaq, bu divarda hesablayıb 2-yə vuracaq. Daha aydın başa düşmək üçün bir dənə divar ev formasında bir şey götürək. Baxın, görürsünüz, bu evin döşəməsidir. Bu da evin, tutaq ki, tavanı olsun. Baxın, divarlar haradır? Bura, bura, bura və bir də bu hissədir. 4 dənə divarı var da, elə deyil. İndi biz qaydırıq məsələmizə. Onda, baxın, deməli, hündürlüyümüz nə qədərdir? 2,8. Bura 2,8-dirsə, burada 2,8-dir, burada 2,8-dir. İndi buradan da görmürük də, burada bir xətt olsa 2,8 yazardıq. Bu otağın eni 4-dür. En baxın, bura olacaq. 4. Burada daha doğrusu hündürlük, en. Buradan daha yaxşı görək. Baxın, en hara düşür. Baxın, bu hündürlükdür. Bu uzunluqdur. Baxın, bura endir. Bura uzunluq, burada baxın, endir. Görürsünüz, bu xətdir. İndi biz qaydaq məsələmizə. İndi buranın deməli eni, baxın, buradan bir xət çəkirəm ki, daha qəşəng görək. Baxın, birini belə çəkdim. Baxın, bura olacaq en. Enimiz də nə qədərdir? Deməli, en 4-dür. Uzunluq bundan 25
faiz çoxdur. Onda biz nə edirik? 25-in üzərinə 100 gəlirik. Edir 125. 4-ü də vururuq biz 125 faizə bərabərdir. 25 ixtisarcıdan da burada qalır 4, burada qalır 5. 4 ilə də 4 ixtisarcıdan da burada qalır deməli 5. Onda məlum olur ki, buranın eni 5 metreymiş. Əla. Deməli, bizə artıq nə lazımdır? Sadəcə divarların sahəsini hesablayacaq. Divar, deməli, birinci, baxın, mən bu hissəni, bu 4-ün 2,8 olanını hesablayıram. Yazıram ki, 4 vurulsun 2,8 və bundan 2 ədəddir. Yəni, burada düşəcəkdir, elə deyilmə. Vurulsun 2 bərabərdir. Deməli, 4-ü 2,8-ə vuranda edir 1,2 11,2 11,2-ni də 2-yə vuranda edir 22,4. Baxın, bu bir divar oldu. Növbəti divara baxırıq. Baxırıq, artıq burada 2,8-dir, uzunluq 5-dir. Buradan da eyni qayda 2-dən olacaq. Yazıram 2,8 vurulsun 5 bərabərdir. Bir də 2-yə vuraraq, onu da unutmayaq. Edir bura 2,8-i 5-ə vuranda 14 edir. 14-ü də 2-yə vuranda 28 eləyəcək. Biz artıq buradan, burada tam qoyum, 22,4 və 2,28 aldıq. Və 22,4-ün üzərinə gəlirəm 28. O da bərabərdir 52,4. Artıq 1-2 bizim bütün divarlarımızın səthin sahəsi 52,4 etdi. Və buradan sonra nəyə baxırıq? Baxın, pəncərənin sahəsi 2,25-dir. Axı, qapının sahəsi də 2 metrdir. Biz bunları da ayrıca hesablamalıyıq ki, yəni ümumi divarlardan çıxmaq lazımdır da. Onda yazırıq ki, deməli, bunları toplayırıq. 2,25 üstə gəlsin 2 bərabərdir 4,25. 52,4-dən də 4,25 çıxırıq. Edir, deməli, 46,15 metrin kvadratı. Cavabımız burada 46,15 metrin kvadratı edir. İkincisiyə baxırıq. 1 metr kvadrat sahəni rəngləmək üçün 200 milli boya istifadə olunur. Otağın divarlarını rəngləmək üçün 9 litr boya çatarmı? 200 milli deyir burada. 200 milli nə qədər olduğunu biz bilirik ki, yəni bunu litrə çevirəndə edir 200 millilitr edir 0,2 litr. Deməli, şagirdlər, otağımızın da öz sahəsi nə qədər oldu divarlar boyanmışsa 46,15 metrin kvadratı. Bu 46,15 metrin kvadratına 0,2 litr düşürsə, 46,15 metrin kvadratına da 46,15'i vururuq 0,2'yə. O da bərabərdir. Deməli, 9,23 litr. 9,23 litr elədi. Deməli, 9 litr boya çatarmı? Xeyr, çatmaz. 9,23 litr lazımdır. 9,23 litrdən də çıxırıq 9 litr edir 0,23 litr. 0,23 litr çatmaz. Növbəti 3-cü suala baxırıq. Oturacağı düzbucaqlı üstbucaq olan düz prizmanın formasında çadır üçün ən azı neçə kvadrat metr parça istifadə olunur? Çadırın yerinə parça döşənmir. Burada bir önəmli məqam var. Çadırın yerinə parça döşənmir. Şagirdlər, baxın. Buradan bunu silək. Bu bizim olsun çadırımız. Baxın, başa düşün, bu alt hissəyə döşənməyib. Sadəcə döşənib bu yanlara, baxın bu yanlara düzbucaqlı formasına. Bir də qabaqdan və arxadan üçbucaq formasına. Biz onda nəyə diqqət etməliyik məsələmizdə? Deməli, əvvəla tapırıq, baxın bu hissə yanları, 2 dənə də yan. Sonra üçbucağı olan hissəni. Onda yazırıq ki, yan sahələr S1-nə yazıram mən. S1 bərabərdir. 1,2 vurulsun 4 bərabərdir 4,8. Bundan 2 dənədir də. Yəni 4,8-in üstünə də 4,8 gəlirəm. Edir 9,6 metrin kvadratı. Ön və arxa hissə, yəni 2 ədəd düzbucaqlı, üçbucaq. Baxın, düzbucaq budursa, yəni bu düzbucaq təpəsinə çəkirsə, bunlar olur katetlər.
Onda S üçbucaq da bərabərdir. 2-də 1 vurulsun, 1,2 vurulsun, 1,2 bərabərdir. 2 ilə 1,2 gedəndə 0,6, 0,6-da 1,2-yə vuranda 0,72 metrin kvadrat edəcək. 0,72. Buradan bu üçbucaqdan 2 dənə olduğu üçün 0,72 metrin kvadratını biz toplayırıq. Yəni 2 dənə üçbucaq gəlirik ya da 2-yə də vura bilərik. O da edəcək 1,44 metrin kvadratı. Ümumi nə qədər olacaq? S ümumi də, S ümumi yazıram bura. S ümumi bərabərdir. 9,6 üstəgəlsin. Yəni bu düzbucaqlı olan hissə ilə üçbucaq olan hissələr 1,44 bərabərdir 11 onda daha doğrusu %4 metrin kvadratı. Çadırın yerinə parça düşənmir. Deməli, neçə kvadrat metr parça istifadə olunur? 11 tam %4 metr parça, kvadrat metr parça lazım olacaq. 4-cü suala baxırıq. Prizma formalı binanın səthini şüşə ilə örtmək nəzərdə tutulur. Şüşə ilə örtüləcək ümumi sahə neçə kvadrat metrdir? Baxın, yenə alt hissə örtülməyəcək. Yəni, örtüləcək hansı hissələr? Əsas bu üçbucaq, hər iki tərəfdə olan üçbucaq, ön və arxa. Yəni, baxın, bu tutaq ki, bizim prizmalı, şüşə formalı prizmamızdır. Baxın, bu iki qabaq, bu hissələr, baxın, yuxarıdan üçbucaq hissələr, deməli, şüşə ilə döşənəcək, amma alt hissə döşənməyəcək. Altının səthini, sahəsini biz tapmayacaq, yəni. Onda qaydaq məsələmizə. Deməli, nəyə diqqət edirik biz burada? Baxın, bura 20-dirsə, buradan da 20 olacaq, elə deyil. Bura 10-dursa, burada 10 olacaq. Burada 10 olacaq. Bura 16-dırsa, burada 16 olacaq. Bundan sonra, deməli, üçbucağın sahəsini, baxın, bu qabaqdan üçbucaq, bu da düzbucaq formasında kəsişdiyi üçün katitlərimiz 12 və 16-dır. İndi S üçbucaq bərabərdir. 2-də 1 vurulsun. 12 və 16. 12 ilə 2 xısacadəndə 6, 6-yı da 16-ya vuranda edir 96. 2 dənə üçbucaqdır da burada. 2 üçbucaq vardı ya, 96 biridir. Arkadakı üçbucağı da toplayanda 96 eləyəcək. Bərabərdir 192 metrin kvadratı eləyir o da. Yan səthin sahəsinə baxırıq. Baxın, bu hissəni görürük də. Onda 20-dir. Görürük ki, bura 20, burada 10-dur. Deməli, yan səthi 20 vurulsun 10 bərabərdir 200. İndi bu arxasına da baxanda görürük ki, bura 16-dır, burada 10-dur. Bir dəfə də 16-yı vururuq 10-a, o da eləyir 160 deməli metrin kvadratı. İndi əlimizdə var üçbucaqlar və düzbucaqların sahəsi. Ümumi nə qədər olacaq onda? S ümumi də bərabərdir 192 üstəgəlsin 200 üstəgəlsin 160 bərabərdir 392. Oradan da 552 deməli kvadrat metr alınacaq. Sonra buradan da 1 kvadrat metr şüşə 28 manata olarsa 552-ni də biz onda 1 kvadratını bilirik deyə 552-ni də vuracaq 28-ə edəcək 15.456 idi, səhv eləmirəmsə manat eləyir. Siz bunu özünüzdə vurub yoxlaya bilərsiniz. 15.456 manat edəcək. 5-ci suala baxırıq. Usta taxtadan düzəldilmiş kub və kuboidi üst-üstə qoymaqla model düzəltdi. Şəkildəki ölçülərə əsasən bu modelin səthinin sahəsi nə qədərdir? Əvvəla gəlin kubun səthinin sahəsini tapaq. Kubun səthinin sahəsi məlumdur ki, S bərabərdir 6 vurulsun A-nın kvadratı ilə hesablanır. 6 vurulsun A-nın yerinə 2 qoyuram. 2-nin kvadratı 4 edir. 6 vur 4, 24. İndi bir də S düzbucaqlıya baxıram. 2 vurulsun. Deməli, bura 2-dir. Baxın, bura 2-dirsə, deməli, burada 2-dir. Bura ümumi 6-dır. Bura 2-dir, bura 2-dir. Onda yazıram S vurulsun. Bir dəfə 2 vurulsun 2. Üstə gəlsin.
6 vurulsun 2 üstəgəl yenə 6 vurulsun 2 bərabərdir. 2 vurulsun 2-ni 2-yə vuranda 4 üstəgəlsin 12 üstəgəlsin 12. O da bərabərdir 2 vurulsun 28 bərabərdir 56. Deməli, baxın, bu hissə kəsişir də. Buradan bir hissə baxsaz, bura kəsişir. Kubdan da nə qədər gedir? 2-nin 2-yə gedir. 2 vur 2, 4 eləyir. Buradan da 2-nin 2-yə gedir. Yəni, 2 vurulsun 2 vurulsun 2 bərabərdir 4. Hər iki tərəfdən gedəndə 4-ün üstə 4 gəlir, gedir 8. Ümumi 24 ilə 56 idi, elə deyil. 56 üstə gəlsin 24, çıxılsın 8 bərabərdir 72. Daha aydın başa düşmək üçün baxırıq bura. Buranı silək, lazım deyil bizə. Deməli, bir dənə kuboid qoyuruq bura. Bu bizim oldu kuboidimiz. Bir dənə də qoyuruq kub. İstəyirəm ki, bunlar tam ölçü düşsün. Baxın şərtlər. Burada demək istədiyim nədir? Hündürdən baxanda görürük ki, baxın, buradan 2, tutaq ki, bu 2-dirsə, bu kubun tərəfləri 2-nin 2-yədirsə, bunu bir də biz altdan baxanda görəcəyik ki, eyni zamanda, baxın, burada bu kəsişmə hissəsi yoxdur. Bunun altı gəlir, o kuboidin üstünə düşür də, kuboidə də dəyir, yəni demək istədiyim odur, kuboidə də dəyir o 2-ni vurur 2-yə, kuba da dəyir. Kubumuz biraz yaxşı olmadı. Yəni, baxın, görürsünüz, kuboidə də düşür o sahə. Kubun da öz altından gəlir. Yəni, həm kuboiddən gedir, həm kubdan. Ona görə 2-yi 2-yə vuranda 4, 4-dən də 2 dənə olmalıdır ki, 8 və sonra biz alınan ümumi 56, 1, 24, 1 toplayanda 80, 80-dən də 8 çıxanda 72. Bura qədər izlədinizsə kanala abunə olaraq dəstək verə bilərsiniz. Başa düşmədiyiniz hissəsini rəy bölməsindən qeyd edə bilərsiniz və yaxud da videoya təkrar baxa bilərsiniz. Sağ olun, salamat qalın.